Uşaqlar, sizinlə kiçik bir market turu eləmək istəyirəm. Azərbaycanda olan məhsullar burada neçədir? Gəlim biraz onlara baxaq. Tez bazar mənim videolarımda çox da belə qiymət çəkmirəm, amma yenə də sizin üçün Almanyadaykən qəşəng məhsullar tapmışkən tam da Einmal Durchsage für meine Kollegin Frau Meier. Frau Meier, bitte ins Kassenbüro. burada gördüyünüz kimi qarpızlı hel var. Qarpızlı hel 89 sent. Yəni nə qədər? 2 manat deyə bilərik biz buna. Azərbaycanda qiyməti neçədir? Heç bir fikrim yoxdur. Black cherry flavor. Siroplu, yenə qazlı bokdan bir dənə enerjisi alıb zəhərlənib ölə bilərsiniz. 125 sent fan gəlir. Cürbəcür Red Bull'lar. Red Bull 1.39. 2 ilə vurun, qiyməti özünüz tapın. Artıq məncə riyaziyyatınız var. Onu da mən sizə deməyim artıq. Azərbaycanda bu böyük ehtimal yoxdur, amma yenə də biz sizə bir göstərdim dedim. Peach Edition'ı da var. O da 1.39'dur. Bunu da belə bir dipnot olaraq geçim arkadaşlar sizə. Monsterlər var belə, cürbəcür monsterlər. Hamısı 77 sent. Nə? İt yerinə qoyan yoxdur monsteri burada. 77 sent nədir qardaş? Azərbaycanda Bravo marketlərdə bu çox böyük ehtimal 5-6 manat ola bilər, əmin deyiləm. Selamun aleyküm. Abi mən həyatımda bu qədər çox cips çeşidi olduğunu görməmişdim. Qızarmış sarımsaqlı falan da qiyməti 1.99, 4 manat deyə bilərik. Yenə fərqli bir leys, lime'lı leys. Aha da burada marketdə, Bakıda, Migros'ta satılıb sizə 8-10 manata satdıqları Pizza Hut'lı leys neçədir? 2 euro, 4 manat deyə bilərik. Çox məşhur olan Lorenz firmasının Crunch chipsləri, onlar da eyni qiymətə. Heç kimsə də görməmiş, yəni. Abi, İlk dəfə görürəm. abi Lorenz çox məşhur bir firmadır, fransız firmasıdır. Daha keyfiyyətli məhsul buraxır. İşte o sən edirsən sən. Mədəvizdən zəhləviz gedir. Tez ölmək istəyirsinizsə salted karamelli popcorn var burada. Ekstra kimyəvi. Benimki ekstra dərmanlı olsun. Yine eski krala döndün ya şu anda. Dünyanın ən gay dizisi Stranger Things'in Bones. Buyurun, gəlin. Allahım, nifrət elədiyim insan Eleven. Allah öldürsün səni, Mini J. Brown, adın nədirsə artıq zəhləm getmiş. Tək-tök, cürbəcür, kinderi, artıq yəni hanutası, nutellası, itə-tök.